Hər kəsə salam. 2025-i xilas edirəm gün 2-yə xoş gəlmisiniz. İkinci günümüzün hədəfində üz dərimi tapmaq və ona uyğun yeni məhsullar sifariş etmək var. Belə ki, hazırki üz baxım rutinim kifayət qədər yaxşıdır və məhsullarım da yetərincə var. Lakin nəzərə alsaq ki, sifariş çox gec gəlir və o vaxta kimi məhsullar da bitəcək. Niyə də yenilərini sınamaq üçün indidən sifariş eləməyək? Nəysə, ChatGPT-dən öyrəndiyim məlumata görə üz dərisi ona edilən baxıma görə dəyişə bilirmiş. Yəni bəzən yağlıdırsa, uzun bir müddətdən sonra quru dəriyə də çevrilə bilirmiş. Nəysə, mən də öyrəndim ki, əslində üz dərim həm susuzdur, həm də qarışıq və həssasdır. Və burada da artıq sizlə əvvəllər də paylaşmış olduğum üz baxım rutinimi paylaşıram. Bu köpüyü çox sevirəm, çünki çox yumşaqdır. Ardınca bu toner essence ikilisini istifadə edirəm. Amma bunu istifadə edən zaman deyirlər ki, üzdə sürükləmək yox, tok hərəkətlərlə vurmaq lazımdır və bütün məhsulları da əldə isitmək lazımdır. O zaman üzdə komedonlar, sivilcələr çıxmamağa daha meylli olurmuş. Hər nə qədər doğrudurmu bilmirəm, amma sınamaq lazımdır. Ya sınayıb yanılacağıq, ya da sınayacağıq və nəticənin uğurlu olduğunu görəcəyik. Və bu tok hərəkətinə hələ də alışa bilməmişəm. Yavaş-yavaş öyrənəcəyik. Bu serumu da çox sevirəm, çünki ləkələrə qarşı çox yaxşı təsir buraxır. Həm də o qədər də yəni yapışqanlıq hissi də vermir və mən fərqinə varmışam ki, yapışqanlıq hissini verən məhsulun həddən artıq çox istifadə edilməsi imiş. Ona görə də məhsulu daha az və nazik qat şəklində tətbiq eləməyi özümə yeni bir hədəf kimi qoymuşam. İndən sonra da bu metoddan istifadə edəcəm. Digər bir serumumu da yenə əlimdə isidirəm. Əldə isitmək ona görə yaxşıdır ki, sivilcələnmənin qarşısını alırmış. B12 az olduğu üçün bilmədim bunu. Başda demişəm, yoxsa deməmişəm. Amma bu serum işıltı verdiyi qədər də yapışqanlıq verir. Bilmirəm bu yapışqanlığı necə aradan qaldırım. Ona bir çarə tapmaq məcburiyyətindəyik. Bir də deyir ki, üzdə yoga hərəkətləri edərək məhsulu yedirmək daha yaxşıdır. Yəni quaşanın əvəzini verir və son olaraq gəlirik nəmləndiriciyə. Deyir, nəmləndiricini göz altına vurmaq olmaz. Çünki Milena adlandırılan o kiçik ağ sivilcəyə oxşar şeylərin çıxmasına səbəb olan nəmləndiriciymiş. Göz altı üçün xüsusi nəmləndirici istifadə etmək lazımdır. Və bu nəmləndiricinin yumşaqlığı olsun, üzdə buraxdığı təsir olsun, mükəmməldir və mən bu məhsulları soyuducuda saxlayıram və sərin olmaqlarda, xüsusilə səhər üzdə şişkinlik falan olur, onun qarşısını almaq üçün ideal vasitədir. Bəli, sonra gəlirik lip balma. İdollar bunu işlətməkdə nə qədər də haqlıymışlar, çünki tamamilə aşiqəm, çox qəşəng nəmləndirir, quruluğun qarşısını alır və mən dodaqlarımı yediyim üçün bu məhsul dodaqlarıma qədər yumşaq edir ki, yəni tez üzə gəlir və daha yaxşı hiss elətdirir. Heç nə, sonda da bu işıltılı görünüşü verən məhsulları sizə göstərirəm. Və onu da demək istəyirəm ki, alacağım məhsullarda eyni bu effekti verir deyə bilərik. Və gözaltı kremim qurtarıb, ona görə çəkməmişdim. Bu günəş kremi ilə də çox da dostlaşa bilmədik, amma istifadə eləməyə üstünlük verirəm və burada da artıq yeni məhsulları axtarışına keçmişəm, məhsul ovuna keçmişəm bir növ və çalışdım ki, ancaq keyfiyyətli və üzlərimə uyğun məhsullar tapım və burada da mənim ən yaxşı əməkdaşım ChatGPT idi. Ona minnətdarlığımı bildirirəm sonsuz dərəcədə və bütün məhsulları da paylaşandan sonra ikinci günü bağlayırıq.